Dəli bürclər 23 iyundan 30 iyuna doğru balıq, xərçəng, əqrəb bürclərini nələr gözləyir? Birinci balıqlardan başlayaq. Balıqlar bu həftə belə deyim də, nəyəsə geri çəkilirsiniz. Özünüzü aktivləşdirmək, özünüzü önə çəkmək, özünüzü gücləndirməklə bağlı sanki gözləmə zamanında olacaqsınız. Vaxtı deyil və yaxud da nəyisə belə deyim də zamanı doğru uzadıb zamandan geriyə doğru aktivlikdə olacaqsınız. Bu həftə biraz qorxularınız aktiv olacaq. Bu həftə narahatçılıqlarınız nədirsə, sanki onları özünüz olaraq, insan olaraq aktivləşdirməyi bacaracaqsınız. Bu həftə işlərinizlə ən çox da əlaqədar olaraq təkliyinizi, işlərinizlə əlaqədar geriyə çəkilməyinizi, işlərinizlə əlaqədar olan bəzi yükləmələriniz nədir, onları planlaşdırmağı düşünəcəksiniz. Bu həftə özünüzü çox ağıllı aparacaqsınız balıqlar. Sanki müdriksiniz, ağıllısınız, hər şeyin zamanı var, hər şeyi zamana doğru gücləndirməlisiniz deyə. Həftənin sonlarına doğru tənbəlliyiniz həddən artıq çox olacaq. Həftənin sonlarına doğru elə bir vəziyyətdə olacaqsınız ki, sanki tənbəllikdən çıxa bilməyəcəksiniz. Özünüzü belə deyim də yeni bir alana doğru aktivləşdirməyiniz üçün həvəsiniz olmayacaq. Evlə, malla, mülklə əlaqədar olaraq bəzi qərarlar verəcəksiniz. Belə deyim də, bu qərarlarda gecikmiş qərar olacaq. Çox monoton, çox mənasız bir həftəniz olacaq balıqlar. Çünki bu həftənin önlərində gizlənəcəksiniz. Həftənin ortalarına doğru qorxu və narahatçılıqlarınız aktivləşəcək. Həftənin sonlarına doğru olduğunuz mühitdən çıxmaq istəməyəcəksiniz. Mühitdə sizə mənfi enerji verəcək. Tənbəlliyiniz olacaq. Sağlamlıqla əlaqədar olaraq, insulin, şəkər olaraq, belə deyim də, mədə problemləriniz, daha sonra mədə bağırsaq problemləriniz, daha sonra nəfəs yolunuzda bəzi problemləriniz aktivləşə bilər. Balıqlar bunlara fikir verməz. Mənim xoşum gəlmədi sizin həftənizdən. Bəli, ağıllı davranmağa çalışacaqsınız, amma ağıllı bir həftə yaşamayacaqsınız. Ümumi dəyərləndirsək 63% qədər həftənizi uğurlu edə bilərsiniz. Xərçənglərə gələndə isə xərçənglər bu həftə bacarsız insanların üzbəüz görüşünü, insanlarla kontakt ən yüksək səviyyədə aktivləşməni gücləndirəcək. Maddisal şanslarınız bu həftə çox uğurlu olacaq. Yəni pul gözləyirsinizsə, təklif gözləyirsinizsə, iş birliyi gözləyirsinizsə, iş gözləyirsinizsə, çətinliklə də olsa öz gücünüzə bu qapıları aşacaqsınız və özünüzü yeniləyib özünüzü gücləndirəcəksiniz. Xərçəng kişiləri bu həftə belə deyim də, kiməsə ehtiyac duyacaqsınız, mühtac olacaqsınız, sanki asılı olacaqsınız və onun üçün darıxmaq, onun enerjisində olmağı aktivləşdirməyə çalışacaqsınız. Bu həftəni dəyərləndirsək, ümumi olaraq xərçənglər ailəvizə vaxt, övladınıza, ailəvizə, yoldaşınıza, valideynlərinizə vaxt ayırmağınız mükəmməl bir həftədir. Pis həftə deyil, çünki şanslarınız uğurlu olacaq, insanlarla sosiallığınızı düzəldəcəksiniz, insanlardan enerji mübadiləsini aktivləşdirəcəksiniz. Sadəcə xoşuma gəlməyən qabırğalarınızda və onurğanızda olan bəzi narahatçılıqları xərçənglər özümdə gördünüz belə qəribə bir narahatçılıq yarandı. Bunun qabağını almaz xərçənglər. Ümumi narahatçılıq yoxdur. Belə deyim, mütaliə etməlisiniz, çoxlu dil danışığınız, ünsiyyətinizi bədii tərəfdən özünüzü aktivləşdirməlisiniz. Ümumi dəyərləndirsək 75-77% qədər həftəniz uğurludur. Əqrəblərə gələndə isə əqrəblər bu həftə xəstəxana ilə, həkimlə əlaqədar işləriniz çox ola bilər. Bu həftə hobbilərimizi aktivləşdiririk. Yəni özümüzü, öz ruhumuzu dincəltməliyik, təbiətdə olmalıyıq, şəkil çəkməliyik, musiqi oxumalıyıq və yaxud da nədən xoşunuz gəlir, yemək bişirmək, nədən xoşunuz gəlirsə onu aktivləşdirməz. Bu həftə hədiyyə verməz. İnsanları öz enerjilərinizdən qidalandırmaz əqrəblər. Çünki bu həftə belə deyim də, uyğun olmayan bəzi nüanslarda, belə deyim, bədənsel enerjilərinizi zəiflətmiş bir nüansda ola bilərsiniz. Bacarırsınızsa təbiətlə çox əlaqədə olmağa çalışın əqrəblər. Təbiətdən gələn enerjinin qabağını əqrəblər ciddi bir şəkildə ala bilməyəcəksiniz. Amma olduğunuz yerdə insanları bu həftə çox analiz etmə bacarığında olacaqsınız. Elə bir kimin nə olduğunu, kimin necə düşündüyünü, kimin sizə necə aktivləşdiyini bu həftə hiss eləməyə bacaracaqsınız. Mənim üçün əqrəblər sağlamlıq ən çox önəmli olduğu üçün bu həftə sağlamlıq cəhətdən uğurlu bir pozisiyada olmayacaqsınız. Sanki başınız həkimlə əlaqədar işlərə çox qarışacaq və yaxud da narahatçılığınız varsa bu həftə onları həll etməyə çalışmalısınız. Ümumi dəyərləndirsək 73% qədər həftənizi uğurlu edə bilərsiniz. Amma sizin belə deyim də özünüzün özünüzə yaratdığınız şanslarınız daha çoxdur. Özünüzü qabağa çəkmə şanslarınız daha uğurlu bir məqamdadır. Və aid olmayan bəzi qapıları aça bilərsiniz. Sizə aid olmayan bəzi yerlərə gedə bilərsiniz. Həmin yerlər də sizin enerjinizdən qidalana bilər. Əgər buna icazə verməyin.